Salam dostlar, eğer sizi ağzı kanat bezdiribsə, axşam yatamızsa, siz üçün bir çıxış yolu tapmışam. Demək, bizə nə lazım olacaq? Bir də Arduino lazım olacaq. Bir dənə səs çıxmaq üçün kolonka. Bir dənə batarya. Bir də bataryanı qoşmaq üçün şlip. İndi keçək kod hissəsinə. Gördüyünüz kimi koddayım. Deməli, burada biz nə görürük? Bu qoşulma yağı neçənci yağa qoşulacaq. Yəni biz kolonkanı bu şəkildə qoşuruq. 9-cu ayağa göstərdən o biz ayağında qoşuruq. Q-dır yazılan yerə, yəni mənfiyə. Kolonkanı qoşuruq. USB kabellə də qoşuruq. Kompütera. Sonra deməli 9-cu ayaq kolonkadır. Sonra burada tezlik göstərir. Hansı tezliklə səs çıxardır kolonka. Deməli bunun funksiyası nədir? Bu biz indi bunu işləyirik. Şuradır. Şırmaqatladır və başladı səs eləmək. Səs olabilirsiniz, siz eşitməyəsiniz. Çox belə asta tembrdə səs gəlir. Bu səs vasitəsilə ağzı qanadlar qovlayır və siz axşam rahat yata bilərsiniz. Və bundan əsasən yəni itləri də qovlaya bilərsiniz. Yəni bu səslə xüsusi yəni səs dalğası ilə bu itləri də qovlayır, həm də ağzı qanadları da qovlayır. Bunun analoqları var əslində satışda. Yəni hazır. Amma yəni belə rahat şəkildə bunu yığıb özünüz evdə işlədə bilərsiniz. Yəni gördüyünüz kimi çox sadədir. Oldu. Kanala qoşulun, abunə olun. Like eləyin, paylaşın ki, qoyun kanal inkişaf eləsin. Əgər nəsə sualınız olsa komment bölməsində yazın. Test edin bunu, görün doğrudan da ağız qanadları qovlayır, yoxsa yox. Hamıya təşəkkür, sağ olun.